Salam izləyicilər. Mən Nərgiz. Sizinlə birgə musiqi tarixinə dair test nümunələrini cavablandıracağıq. Test 1. Hansı obraz Müslüm Maqomayevin Şah İsmail operasına daxildir? A. Nərgiz, B. Nigar, C. Gülzar, D. Ayşə, Y. Sevil. Cavab C. Test 2. Aşağıdakı romanslardan hansı Asəf Zeynallıya aiddir? A. Sərhədçi Seyran, B. Sənsiz vətənimdir, C. Ölkəm bəxtəvər oldum, D. Çadıra gül camalın, Y. Sual oxuma gözəl. Cavab A. Sərhədçi Seyran romansları Asəf Zeynalının 5 romansına daxildir. Test 3. Qara Qarayevin 7 Gözəl baleti hansı yazıçının əsərlərinin motivlərinə əsaslanmışdır? A. Məhəmməd Füzuli Bəncibadə poeması, B. Əbilqasim Firdevsi Şahnamə poeması, C. Nizami Gəncəvi Xəmsə, D. Şah İsmail Xətai Dəhnamə poeması. Cavab C. Əsərdə təkcə 7 Gözəl poemasından deyil, həmçinin Xəmsədəki digər poemalardan da motivlər yer alıb. Test 4. Qara Qarayevin İldırımlı Yollarla baletində pərdələrin adları hansı bənddə düzgün sıralanıb? A. Məhəbbət, nifrət, evdə, B. Evdə, məhəbbət, mübarizə, C. Evdə, məhəbbət, nifrət, D. Səyahət, məhəbbət, evdə, Y. Məhəbbət, nifrət, mübarizə. Cavab B. Evdə, məhəbbət, mübarizə baletin pərdələrinin adlarıdır. Test 5. Bu əsərlərdən hansı Fikrət Əmirov yaradıcılığına aid deyil? A. Ras simfonik muğamı, B. Nizami simfoniyası, C. Şur simfonik muğamı, D. Nəsimi baleti, Y. Sevil operası. Cavab A. Ras simfonik muğamı Niyaziyə aiddir. Test 6. Adları verilən əsərlərdən hansı opera janrındadır? A. Vətən, B. Min bir gecə, C. Ulduz, D. Eşq və ölüm, Y. Don Kixot. Cavab A. Vətən operadır. Test 7. Niyazinin Ras simfonik muğamında hansı xalq mahnısından istifadə olunub? A. Evləri var xana-xana, B. Ay qız kimin qızısan, C. Əlində sazın qurbanı,
D. Kəklik. Y. Xumar oldum. Cavab C. Əlində sazın qurbanın xalq mahnısından istifadə edilib. Test 8. Cövdət Hacıyevin 4-cü simfoniyası neçə hissəlidir? A. 5 B. 4 C. 3 D. 1 Y. 2 Cavab A. 5 hissəlidir. Test 9. Akşin Əlizadənin Azərilər kantatasının hansı hissələrində xalq mahnılarından istifadə edilib? A. 1-ci və 4-cü hissələrində B. 2-ci və 4-cü hissələrində C. 1-ci və 2-ci hissələrində D. 1-ci və 5-ci hissələrində Y. 2-ci və 3-cü hissələrində Cavab A. Kantata 4 hissəlidir. 1-ci və 4-cü hissədə xalq mahnısından istifadə olunub. Test 10. Bəstəkar Aydın Əzimov Üzeyir Hacıbəyovun hansı əsərini aranjman edib? A. Sənsiz romansı B. Sevgili Canan romansı C. Firdevsi kantatası D. Azərbaycan marşı Y. Vətən və Cəbhə kantatası Cavab D. Bəstəkar Aydın Əzimov Üzeyir Hacıbəyovun Azərbaycan marşını aranjman edib. Musiqi haqqında maraqlı mövzuları izləmək üçün kanala abunə olun.